Azərbaycan Respublikası Təhsil İnstitutu müəllimlər üçün sınaq paylaşıbdır. Sınaq həmişə olduğu kimi bərbaddır, elmi heç nə yoxdur. Elm tərəfi də tamamilə səhvdir və bunu izah edən müəllimlər də bu səhvləri görmür. Hansı ki, həmin müəllimlərə dərs keçən müəllimlər də özlərini elə hesab edirlər. Məsələn, səhvlərə baxaq. Burada mən kiçik bir məsələyə diqqət çəkim. Heç qeyri-ixtisas sahibləri belə bu məsələni öyrənə bilərlər. Yəni, Azərbaycanda kimya budur. AB maddəsi A müsbət B mənfiyə dissosiasiya eləyir. Tutaq ki, 1 molundan toplam 2 mol yön əmələ gəlir. Deyir, alfa 50% olarsa, məsələn, neçə mol yön əmələ gəlir? Yazırıq. 2 mol 100% də əmələ gəlir. 50% də olur neçə? 1. Və vəssalam. Bu Azərbaycan üçün dissosiasiya bu qədərdir. Məsələ buradadır ki, bu 50%-i hara yazıb yazmayacağımızı bilək. Cümləni necə quraq? Bu elm tərəfi budur. Bizdə də elm olmadığı üçün bu sualların hamısı səhvdir. Məsələn, burada deyir hidratlaşmanı nəzərə almaq. Hidratlaşmanı nəzərə almasaq, bu sulfat necə iyonlaşıbdır? Tutaq ki, bu sulfatı çox az durulsun götürdük. Birinci əslində 100%-dir. Burada 80 yazmağı düzgün deyil, amma birincisi 100-dür. Tutaq ki, 80-i burada qəbul elədik. Tutaq ki, bu sualın günahından keçdik. Onda ikincisi də 60 olmur. Nəysə, o sual heç. Gələk, burada xüsusi 2 dənə sual var ki, xüsusilə səhvdir. Amma ondan öncə mən bu sualı da sizə göstərim. Burada yazırlar duzlar haqqında, qabağına dissosiasiya dərəcəsi 25%. Yenə ağızlarına gələn şeyləri yazırlar. Burada 25% bura yazmaq olmaz. Bu duz 100% iyonlaşır. Axı biz dərsdə keçirik qüvvətli elektrolitlər. Qüvvətli elektrolitlər suda məludə 100% iyonlaşır. Dil dedi, amma beyin dərk eləmədi. Niyə? Yoxdur. Çünki kəllə qutusu dil və çənədən ibarətdir bunlarda. Beyin yoxdur deyə, hər şeyi istədikləri qiyməti istədiyi maddənin qabağına yaza bilirlər. Və iş orasıdır ki, yenə deyirəm, tutaq ki, bu dərsi keçənlər keçdi. Bunları dinləyənlər də anlamır. Elə nə dedi deyirlər, hə, düzdür, alqışlayırlar. Bir mənəm ki, qalmışam burada çığıra-çığıra ki, bala, nə inirsiniz də, nə iş görürsünüz? Bu bir elm deyil axı. Və sualı yazanların səviyyəsini görürsünüz də. Sualı yazanların savadı ilə o dərsi keçənlərin savadı eyni olduğuna görə o dərs keçdikləri adam gedib imtahandan uğur qazana bilir. Əslində ortada uğur yoxdur. Yəni, bir savadsızın yazdığı sualı başqa bir savadsız əzbər şəkildə izah eləyir və onu gedib kimsə yaza bilir. Yuxarıdakı tənasübdür də, yazdım onu. O tənasübü bilmək də əsas. Vəssalam, iş bitdi. Amma 30 ildir içimizdən bir alim çıxmır, bir elm adamı çıxmır. İndi kimsə deyəcək ki, bəs xaricdə oxuyanlarımız o xaricdədir. Plusdakı xaricə gedənlərdir. Kim gedib ki, kimi saya bilərsiniz ki, elm adamı, kimi tanıyırsınız? Yəni, vəziyyət çox acınacaqlıdır. Məsələni də anlaya biləcək təfəkkürdə insanımız demək olar ki, yoxdur. Bir çoxu qeyri-ixtisasdır deyə anlamır kim nə deyir. İxtisas yiyələrində halı budur. Məsələn, burada bu suala baxaq. Hətta YouTube-da buna izah verirlər. Amma bir səhv sualdan o tərəfə mən müəllimlərə dərs keçən bir müəllimin vəziyyətini göstərim. Məsələn, acil sual izah edir. Deməli, kimi vururam, 360 qram sərf olunur. İndi burada baxın, 320-yə 22.4, 8.11.2 2 dəfə azalıb da bu tənasüb. 320-nin də yarısı 160 eləyir. 180, 167 qaldı, 20 qram. Dən də 18 çıxanda elektroliz edilir 20-yə. Onda 2 litr oksigen, burada yazıram 22.4. Əvvəlcə görə bu nə qədər sərf olunur. Buraya yazıram 320. Deməli 11.2-ni vururam 320-yə. Bölürəm 22.4-ə 160. Bunun kalkulyatorunun səsini eşidirsiniz yəqin. Elə bil bazar adamdır. 320-yə 22.4-cə 11.2-yə pomidor satır, xiyar satır. Sən bunun tənasüb hesablamağına nəsə burada səhv yoxdur, amma yəni müəllimlərə izah olunan dərsin səviyyəsini göstərmək istədim burada. Nəysə, gördüm, sadəcə göstərmək istədim.
Burada amma məsələn səhv sual. İndi bu o biri müəllim də indi nə qədər müəllimdirsə sualları bir-bir izah eləyir. Mən o videonu daha oturub axtarmadım. Yəqin ki bu sualı bütün müəllimlərimiz düz kimi həll eləyir. Burada da müəllim izah eləyir və düzgün cavab alır. 2-1-3. İndi birazdan görərik o necə oldu 2-1-3. Sonra başqa bir müəllim. Bu da başqa bir sual səhv idi, səhv sualdır. Sırf cavab alınsın deyə həll alırlar. Sırf cavab alınsın deyə həlli yazırlar. İndi baxaq suala. Məsələn, bu sualda natrium OH, kalsium OH və kalium OH-ın eyni kütləli olduğunu nəzərdə tutub. Baxırıq, eyni kütlədə götürürəm. Və natrium OH, kalsium OH, kalium OH artıq miqdarda olanda burada CO2 gələndə onsuz da normal duz alınacaq. Yəni bizdən də deyir ki, normal duz alınsın. Bunlar amma necə başa düşür? Bu da bitsin, bu da bitsin. Bu bitməyə də bilər də. Bu bitmədiyi halda, məsəl üçün 3 mol karbon qazı buradan götürərəm. Məsələn, 2 mol buradan, 1 mol buradan. Ən böyük, ən ağır kütləli qabım birinci qab ola bilər. Elə eləyərəm 2 ola bilər. Elə eləyərəm 3 ola bilər. Yəni mən burada 1, 2, 3 kimi də götürə bilərəm. 3, 2, 1 kimi də götürə bilərəm. 2, 3, 1 istədiyim. Burada cavab yoxdur. Bunun nə yazırlar, nə hesablayırlar bilmirəm. Karbon qazının suda həll olmasını nəzərə almayın yazıb burada. Karbon qazı suda həll olmursa reaksiya necə gedə bilər? Yəni o öncə suda həll olur ki, bu reaksiya gedir də. Ağızlarına gələni yazırlar da. Bu suala baxaq. Yazır ki, tam dissosiasiyadır. Reaksiya axıra qədər gedir. Reaksiyanın axıra qədər getməyini bunlar hər ikisinin bitməyi olaraq başa düşür. Reaksiyanın axıra qədər getməyi hər ikisi bitən halda yox, sadəcə biri bitən halda da ola bilər. Yəni dəmir nitrat bitə bilər, natrium OH artıq qala bilər. Onda mənim üçün X hesablana bilməz bu sualda. Və yaxud da natrium OH bitə bilər, dəmir nitrat artıq qala bilər. Onda da mənim üçün A hesablanması mümkünsüz bir sualdır. Yəni ağızlarına gələni danışırlar, oturanlar da deyir ki, əla müəllim. Hələ bir çoxu da orada rəylərdə yazır ki, bu nə çətin sualdır. Tutaq ki, səhvi görüb demirlər. Deyirlər, niyə belə çətin suallar yazmısınız filan, ağlaşma düşübdür. Yəni, o öyrənən hissə də elə bir savadsız kütlədir ki, yəni onlar müəllimlik diplomunu necə alıb bəllidir də. Yəni, Azərbaycanda 150 bal plus olursa müəllim. Biabırçılıq, mən deyəcək söz tapa bilmirəm bu cəmiyyətə, bu ölkəyə. Mən nə deyim, nə edeyim, kimə şikayət edeyim. Yəni, düzələn deyilik, çətin də düzələk. Bu arada, bayaq bu sualların, bu adamın bütün suallarının izah eləməyini axtarmadım. Yəni, indi çıxır qabağıma. Yəni, bilirdim bu sualların səhvini elə olduğu kimi izah eləyəcək və eyni ilə də eləyir. İndi çıxdı qabağıma, yəni hamısı eyni səhvləri baxır o birisinə və təkrar deyir, heç biri düşünmür. Çünki düşünmək üçün savad lazımdır, görmək üçün savad lazımdır. Sadəcə təkrarlayırlar, bir-birini təkrarlayırlar. Əsas odur ki, o kütləni aldada bilsinlər. Yenə də o biri suallarda, yəni məndə 13 sual var idi. O bütün sualların hamısı yox idi məndə. Heç axtarmadım da. Əsas odur ki, fikir çatsın, ümumi səviyyə görünsün də. Qalan sualların səhvinə heç baxmağa da gərək yoxdur. Digər sualı da eyni ilə səhv eləyib, heç ona da baxmıram. Sadəcə göstərmək istədim ki, yəni hamısı bir-bir təkrarlayır və hələ bu adamlar müəllimlərə dərs keçir. Yəni sadəcə olaraq biabırçılıq. Şeyləri təkrar yazırlar.